Salam əziz birincilər, hər vaxtınız xeyir olsun. Bu gün mənim Sualə müəllimə ilə birlikdə 1-ci sinif yaxın mənalı sözlər mövzusunu test işləyəcəyik. Uşaqlar, deməli mənim səsimi həmişəki kimi saxlayırsınız, özünüz həll edirsiniz, düzgün cavabı deyirsiniz və daha sonra yoxlayırsınız ki, görün 10 dənədən neçəsi düz çıxdı. Getdik. Mən qoca qadına kömək etdim. Verilmiş cümlədə altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar əzizlərim? Qoca qadına, yaşlı qadına götürəcəyik. Demək ki, düzgün cavab B bəndi olacaq. Xırda sözünə yaxın mənalı söz hansıdır uşaqlar? Böyük, iri yoxsa balaca? Əlbəttə ki, bilirəm deyirsiniz ki, müəllimə balaca, C bəndi. Bahar sözünə yaxın mənalı söz hansıdır? Biz bahar fəsli deyəndə nəyi nəzərdə tuturuq uşaqlar? Yaz ya yoxsa qış? Əlbəttə ki, yaz. Uşaq sözünü demək istədi. Verilmiş cümlədə altından xətt çəkilmiş sözə yaxın mənalı söz hansıdır? Demək, söyləmək. Demək ki, B bəndini götürəcəyik. Aşağıdakılardan biri yanlış sözünün yaxın mənasıdır. O, testi yanlış işlədi. Və yaxud necə deyə bilərik? Səhv işlədi. Ona görə də C bəndi. Hansı cümlədə təzə sözünə yaxın mənalı söz işlənmişdir? Gəlin baxaq. Biz qədim abidələri ziyarət etdik. Biz yeni ili İngiltərədə qarşıladıq. C. Nənəm köhnə şəkillərə baxdı. Uşaqlar, diqqətli olun. Təzə sözünə yaxın mənalı olacaq. Biz yeni ili İngiltərədə qarşıladıq. B bəndi. Yəni təzə ili, yeni ili. 7-yə baxaq. Yaxın mənalı sözlər cüsünü seç. Qısa uzunu götürə bilərəm. Uşaqlar, A bəndini heç vaxt götürə bilmərəm. Çünki əks mənalıdır. Yaxın mənalı deyil axı. Amma fikir verin, eynəkdir, çeşməkdir, bunlar bir-birinə yaxın mənalı sözlərdir. Ona görə də düzgün cavab C bəndi olacaq. 8-ə baxaq. Biri eynək sözünə yaxın mənalı söz ola bilməz. Baxan kimi deyəcəksiniz ki, müəllimə B bəndi durna, çünki durna quşdur, düzdür? 9-a baxırıq. Hansı cümlədə yaxın mənalı söz cütü işlənib? A bəndi atam gecə gündüz işləyir. B hər yeri od alov bürüdü. C Aynur hər yeri təmizlədi. Nə götürəcəyik uşaqlar? Hər yeri od alov bürüdü. Burada od alov yaxın mənalı söz cüsüdür. Ona baxaq. Qəlb sözünə yaxın mənalı söz hansıdır? Uşaqlar, deyirsən ki, A bəndi ürək, B bəndi kədər, C bəndi sevinç. Mən bütün qəlbimlə sənə inanıram. Nə deməkdir? Yəni, mən bütün ürəyimlə sənə inanıram. Demək ki, burada olacaq düzgün cavab A bəndini götürəcəyik. Yaxşı mı uşaqlar? Bugünlük bu qədər. Kanalı izləmədə qalın. Sağ olun.